Şəxsi məlumatların qorunması həm istifadəçilər, həm də şirkətlər üçün prioritet olmalıdır. Çünki bugünkü gündə süni intellekt böyük həcmdə məlumatlarla işləyir və düzgün idarə olunmadıqda bu məlumatlar risk altına düşə bilər. Casus proqramları istifadəçinin icazəsi olmadan telefon və ya kompüterdən məlumatları oğurlamaq üçün nəzərdə tutulub. Bu təhlükədən qorunmağın ən effektiv üsulu isə cihazları müxtəlif sınanmış antivirus proqramları ilə mütəmadi olaraq skan etməkdir. Şəxsi məlumatlarınız sosial mediada və yaxud bank kartlarınız olsun necə qoruya bilirsiniz? Bugünə kimi hansısa bir problem yaşamısınız? Xeyr, heç bir problem yaşamamışam. Güclü şifrə qoyaraq qoruya bilirəm. Mən çalışıram ki, çalışım orada şifrəli pasportlar qoyum, simvollardan istifadə edeyim. Maaş aldığım bankda neçə dəfələr olub ki, artıq pulum çıxılıb. Şöyle düzenli aralıklarla şifremi değiştiriyorum zaten. Kimseyle paylaşmıyorum. Onun dışında işte mail doğrulaması vesaire gibi yöntemleri tercih ediyorum. Mən TikTok hesabıma giriş olunub bir dəfə. Çox rahat bir şəkildə uzaqlaşdırmışam. Şəxsi məlumatlarımı qorumaq üçün PIN koddan hər şeydən istifadə edirik. Ekspertlər deyirlər ki, casuslar telefonlarda mobil oyunlar, maliyyə xidmətləri, birja platformaları və digər populyar proqramlar şəklində gizlənir. Casus proqramları var, hansı ki onlar sizin mobil qurğularınıza və ya kompüterlərinizə sızaraq sizin device'larda, yəni sizin qurğularda tam yetkiyə sahib olurlar və bu tam yetkiyə sahib olduqdan sonra artıq sizin yerinizə addımlar atmağa başlayırlar. Sizin cihazlarınızda olan bank tətbiqləri, sosial media hesablarınız, şəxsi məlumatlarınız, şəkillər, videolar və s. artıq bütün hamısı tamamilə onların əlinə keçir. Kiber tələlərə düşməmək üçün proqramları yalnız mobil telefonlardakı rəsmi mağazalardan yükləmək daha məqsəd uyğundur. Bundan əlavə, mütəxəssislər tanımadığımız şəxslərdən gələn səslərə, linklərə, şəkillərə heç bir şəkildə daxil olmamağı və cavab verməməyi tövsiyə edirlər. Portallar və mobil tətbiqlər var ki, vətəndaş məlumatlarını onlar tələb edirlər. Orada PIN kod, adres, telefon nömrəsi və digər şəxsi məlumatlar, fərdi məlumatlar istifadə olunur. Bunların hər birisinin qorunması istiqamətində dövlətin bir yanaşması var, müvafiq lisenziya var, Rəqəmsal və İnkişaf Nəqliyyat Nazirliyinin tərəfindən verilən və bütün bunların fonunda vətəndaşlar maariflənməlidir ki, fərdi məlumatlar nələrdir, hansı kriteriyalara riayət etməlidirlər. Bundan başqa, virtual dostumuza çevrilən süni intellektə də güvənmək olmaz. Şəxsi şəkillərin, videoların və məlumatların redaksiyası və ya montajı kimi əməliyyatlar üçün süni zəkaya müraciət etmək də təhlükəli hesab olunur. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.